Herkese yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız, hər birinizin keyfi əhvalı yaxşıdır. Mən isə yeni bir vlog başlayıram. Bugün Ramazanın ilk günüdür, birinci günüdür. Allah oruç tutanların oruçlarını qəbul etsin, namazlarını, dualarını, kimin nə arzusu, nə istəyi varsa, inşallah ki, Ramazan ayında hamısı qəbul olsun. Mən isə qızlar dünəndən təmizlik vlogu çəkmişdim. İstədim onu ayrı, bunu ayrı paylaşım. Sadəcə olaraq baxdım ki, orada azdı material, ona görə də onu bu vloqa əlavə edirəm. İndi isə keçid edirik dünənki vaxta görə hələ dünənləri nə işlər görmüşəm. Bundan öncəki vlogda dediyim işləri eləmişəmmi, yoxsa yox? Deməli, buraları belə yuyuram. Təzə belə bir krant almışıq. İstəyirəm o şişələri falan belə hamısını yuyum, sonra da silim. Sonra da pəncərə siləməkdir. Böyük pəncərəni sildim. Həm silib, həm suyunu çəkər. Ondan suyunu çəkəcəm. Bu şmantda bilirsiniz də, yəqin bundan görməmiş olmazsınız. Belə çox rahat bir şeydir. Yığıram, bura belə qalır. İndi gedim yuxarıların suyunu çəkeyim. Sonra isə gəlim aşağılara yumağa. Ayağımı da burada yuyuram ki, aşağının zibilini yuxarı aparmayaq. Baxın qızlar, bunun suyunu çəkirəm, belə daha rahat olur. Yoxsa belə, yəni şoqqa ilə sürsəm daha çətin olur. Bundan elə hərdən belə deyirəm, bulan ləkələr də aparır. Buralar rahat deyil yumaq, əsas aşağı deyə araları falan təmizləmək biraz çətin olur. Qızlar, keçirəm buralara yumağa. Görürsünüz, buralarda belə hər tərəf pisliyə qalıb. Sizi isə qoyuram bura. Deməli, buraları yudum, tərtəmiz oldu. İndi istəyirəm ki, qapının ağzında yumuşarım. Bunu saxlaya bilmirəm. Saxlasam o qoşulduğu yerdən çıxır. Sonra da mən tapa bilmirəm. Şu dayanmadan elə yumuram elə. Belə, isə buraları da yuyum qapının ağzını. Çünki həyətə girəndə yenə başı tərəfindən girməyir. Bu arada zibil qapı almışıq, görürsünüz. Səlləyimiz də getdi, bizim məşhur səlləyimiz. Gəlin sizə sarayın xuliqanlarını göstərim, bax. Bilmirəm, hansı da cinayətkar. Sən yedin bizim zibil dağıdan. Yoxsa obirisi dostların. Allah gəlir arxamca. Buralar da belə baxın. Oldu tərtəmiz. Neysə qızlar, keçirəm buranı təmizləməyə. Keçən səfər stolların ayaqlarını kəsəndə belə buralar toz olur. Böyle buralarda böyle yere yağış edeyim. O salatan desen yukarıdan geldi bir qonşunun həyətinə. Neyse, buranın yağışlar, paltarlar falan onları da yığmalıyım. Göstərərəm təmiz halını. Buna baxın siz Allah, gör gəlib hara qonum. İndi mən altın paltarı necə götürüm. Bu təhki bura düşəndə çıxa bilmir, qalır elə uzun müddət burada, axırda ölürlər. Mən özüm də ata bilmirəm buralara. Ay, içim bir dəhər oldu. Baxın qızlar, buralarda oldu belə tərtəmiz. Əslində yerini süpürdüm, yumadım. Yumağa ehtiyac yox idi, sadəcə tozlanmışdı. Buraları belə səliqəyə saldım olduğu qədərilə. Onların da bu arada qapaqlarını zakaz eləmişik. İnşallah ki, gələr. Buralarda belə səliqəli görüntüyə qovuşar. Belə, indi gedirəm zalın çöldən pəncərəsini silməyə. Bayaq ki, işim yarım qalmışdı. Qızlar, deməli burana da, baxın belə, bu masalka ilə görmüşsünüz bunu. Bundan silirəm, sonra suyunu çəkəcəm. Belə daha rahat olur, yoxsa əski ilə silir, sonra isə qurular. 2 vaxt aparır. Əslində istəyirəm ki, şüşə silən alım artıq. Timurda da birini tapmışam. Düzü biraz bahadır amma olsun. Baha olsun amma yaxşı olsun. Buraları sildim. İndi isə bu qaraları belə silirəm. Düzü tam yuxarılara qədər silməyəcəm. Sadəcə olaraq da aşağıda olan hissələri silim. Yoxsa belə gələk biləkən falan gətirəm. İşim biraz uzun olacaq. İstəyirəm ki, gedim yuxarılarda siləm balkonu falan. Ona görə belə ancaq. Qızlar, deməli bu pəncərəmiz də hazır. Belə buranı tərtəmiz elədim. Amma çöl hissəsinin hələ içərisi qalıb. İndi istəyirəm ki, bu yuxarı balkonun şüşələrini də belə silim. Bura baxın. Belki ora baxın. Düzü tam üst hissələrini o ışıqlara görə silə bilmədim. Amma belə aşağılarını sildim. Sonda isə buranı da yuyub çıxacağım buradan. Buranı da yudum. Bir də o pəncərənin də yuxarısını sildim. Amma qalıb indi aşağı hissəsi. Oralara da düşüb aşağıdan piləkəni qoyub. Tam bax bura qədər. Buradan aşağısı qalır. Oraları da siləcəm. İlk gün olaraq burada qara tuzluqları silməliyəm. Görürsünüz belə. Bunları da silirəm. Artıq yuxarıda işim qutarır. Qızlar, deməli o pəncərə də hazır. Hamısını sildim. Yuxarı balkon təmiz, aşağı təmiz. Zalın pəncərəsinin çönünü sildim. Birdən qalıb içəridən pəncərələri silmək. Onu da əslində gecdindir. Çünki evin içində işlərim var. Piləkənin şüşəsini, qapının üstünü falan belə silməliyim. Gedim artıq onları eləyim. İçəridən silməyi də sabahları eləyərəm inşallah. Sizə indi nə göstərim? Mənim ən sevdiyim təbii ki, gün batımı.
Bu vaxtları çox sevirəm də qızlar. Bura keçməmişdən qabaq fikirləşirdim ki, gün batımı vaxtı oturacam həmişə bizim otaqda. Buradan daha çox yaxşı görsənir. Oturacam elə otaqda gün batımına baxacam. Nədir? Xəyallər və həyatlar orada sildim, o şüşələri də sildim, o şüşənin içərisini sildim. Yəni dəhşət yorulmuşam. Orada da qazan var da Xaloğlu gelindi. Bizim buradakı olan qonşumuzun. Ora qoymuşam ki, yadımızdan çıxmasın ora gelində parmağa. Belə bu qədər. Qızlar, bu ayada belə ulduzlardan qalmışdı. Onu belə qoydum. Düzü çox böyükdür, amma ki məncələr eləmək olar. Artıq işlərimi də yekunlaşdırdım. Hələ ki şam yeməyi heç nə hazırlamamışam. Nə də ki çölə heç nə, ət falan heç nə qoymamışam. Hər şey buzdu, dondu. Görəyim indi tez əti bir dənə qoyum mikrovalnovkaya açılsın. Mən də yeməyimi hazırlayayım. Yəqin ki yüngülvari koklet falan eləyərəm tez bazar. Biz istəyirəm o güllanı götürüm, bunu qoyum ora. Qarşısına da əslində Timudan vurmuşam, hələ gəlməyib. Zala qoymuşdum masanın üstündə bir mətet formasında dekor. Bax, ondan vurmuşam. O gələndən sonra onu qoyacağam ağ güldanın yanına. Amma bunu isə götürüm. Bunu hara qoyam amma bilmirəm. Yəni yerdə yaxşı qalınır. Qoymağa da bir yer yoxdur. Çox hündürdür deyə ona görə şkafa falan belə yerləşmir. Nəsə onu görüm hara qoyuram. İndi buraları da belə dekor edeyim. Buraya isə İnşallah ki sabahları bilinsin burada. Yoxsa yox götürürəm. Bunu belə bura qoyuyorum. Görüm elə bunun yanına nələr gözlədirəm. Belə bura, bunun yanına. Bu salfet qabı keramikadandır. Bundan almışam, amma orada bunun plastik olanları da var. Yəni alan diqqətli olun, baxın yorumlarına sonra. Plastik olanları o qədər də yaxşı deyil, amma keramika yaxşıdır. Bunu belə bura qoyduq. İndi görə elə bura başqa nələr əlavə edə bilərik. Burada adanın altında burada belə bir bölmələr var. Hamısını bunlar da mən istəmişəm. Yoldaşımla olsaydı deyirdi ki, buralara nə edirsən, şkaf lazım deyil. Amma ki mətbəxdə, ümumi evdə nə qədər dolab olsa, o qədər yaxşıdır. Çünki sonradan yer çatmır. Nəysə, buralar isə mənim belə dekor yerində. Aldığım ev üçün dekorları bura. Hətta elə vaxt olur ki, burada belə yerləşir. Qızlar, onları elə ora qoymaq qərarına gəldim. Dedim, elə burada belə qalsın təqdim. Burada isə o quşları gətirdim, qoydum onun yanına. Burada isə bunları da belə dedim, sadə qalsın. Çox da buranı belə doldurmayayım. Deməli, qızlar, kaklet eləmək fikrindən vazgeçdim. Çünki baxdım ki, çörəyimiz qutarıb. Uşaqları da göndərmək istəmədim ki, mağazin yesinlər, havada qaralıb, özümdə çıxa bilmirəm. Ona görə fikirləşdim, makaron yeyim, üstünə ətlə ketçup, mayonez belə eləyik. Ki, belə buranın işıqlarını yandırdılar uşaqlar. Yerdə düşür hətta. Buranı da belə yandırdım. İndi istəyirəm pərdənin işığını yandırın. Bir xanım da yazıb ki, onlar niyə işığı yarı ayrı yanır? Çünki onları yuxarıda birləşməsi var, hardasa oralarda. Onları gəl knopkasından düzəldim. Ona görə belə yanırlar. Mənim nə oldu? Tavanı qoydum ki, bura bunu taxdım toka. Ki yeməyi bişirim də. Birdən-birə səs gəldi. Yəni partladı həqiqətən, tüstü falan da belə çıxdı. Mən də qorxdum, tez çəkdim. Əslində mən belə şeylərdən qorxuram, əlimi falan belə vurmaq, amma çəkdim ki, daha çox pis nəticələr olmasın. Bu da yəqin ki, burada qazı görür, dedi artıq mənim getmə vaxtım. Təsəvvür edin, 4 ay, 5 ayda harcı belə işləyir. 5 aydan da çox olar işləyir. Heç bir problemim yox idi. Sadəcə olaraq indi niyə belə oldu bilmirəm. Gərək onu da üstəyə falan aparaq, düzəlsin. Qazı qoşarıq. Çünki evdə bişirəm indi hal-hazırda yeməyi. Yağ falan hər yerə sıçrayır. Evdən yemək gəlir, onu heç sevmirəm. Deməli, qızlar, yoldaşım rayondan gəlib rayona gitmişdim. Görün hələ nə qədər göyərti yox. Yəni nəyə lazım idi bu qədər? Biz onsuz çox yeyə bilmirik. Yeyirik, amma tam çatdırıb yemək olmur da. Yəni ona görə Xaloğlu ilə də verəcəm. Kənd sütü, pomidor, bunlar sütlər. Bir də ki, 2 dənə də belə toyuq var. Bunu da yoldaşıma pay verir. Bunu isə öz alıb, amma sağ olsunlar. Nee, het is maar. Bu günləri qızlar evdə çox da belə iş görə bilməyəcəm. Birazdan evdən çıxmalıyam. Harasa saat 2-də falan belə çıxmalıyam. Biraz sənət işlərim var. Onların dalıyca getməliyəm. Onun üçün də Sumqayıta getməliyəm. Görüm hələ bugündən vloqa nələr əlavə edirəm. Bu vloqu isə qızlar axşam paylaşmaq istəyirəm iftardan sonra. Bir də qızlar ağlımda nə fikir var? İstəyirəm ki, çalışdığım, bacardığım qədər hər günü vloqluyum Ramazan ayı boyunca. Ramazanın 1-ci günü, 2-ci günü, amma ki iftardan sonra. Axşam ora süd qoymuşdum bişməyə. O daşdı. Ondan sonra İndi isə burada belə ləkələr qalıb. Görə indi onu Faberlikin yağ təmizləyicisi ilə təmizləyim. Görüm gedəcəkmi yoxsa yox. Məndə olan növü budur. Amma yeni çıxan ləkə çıxarıcısı da var, yağ təmizləyici. Ondan da alıb yoxlayacağım bir dəfə. Ondan sonra çox tərif edirlər.
gedir qızlar. Baxın, oralar sarı idi, indi isə onlar açıldı. Getdi çox şükür. Mən dedim, birdən elə qalar. Elə bunun üstünü hər tərəfindən eləyək. Biraz da sinən kimi sırası açıra düşür. Əslində yaxşı bir şeydir uşaqların təhlükəsizliyinə görə, amma yenə də yaxşı ki bunu almışam da qızlar həqiqətən. O birisi qaz olan indi düz çöldə var ondan. Amma ki bu yaxşıdır. Bunun dəmirləri falan yoxdur, yumağı, silməyi, yəni adi əskiylər, salfetkayla siləsiz olur tərtəmiz. Amma çöldəkini quraşdırandan sonra artıq dəmirli bir şey olacaq. Onlar da istəyirəm ki, dəmirlərini qabıyana atım, görməli necə olur. Aranızda var qazın dəmirlərini qabıyana atımlar. Yəni dəmirlərini falan bir zərər vermir ki. Düşünürəm ki, 2 gündən bir ya da 1 gündən bir belə qabıyan maşını atsam, məncə o da təmiz qalar. Tərtəmiz oldu, görürsünüz, heç bir şey də qalmadı. Nə yaxşı ki o var. Maraqlı çaşkalar var, qaydanda baxarıq. İndi tələsdirəm, asıl xidmətə də az qalır. Baxın, az qalır, bunu saat tartı 2 saat falan belə vaxtım qalır. Nəysə, gedək. Abi oradan hemen nasıl lazım olsa diyorsun. Görün sizə nə göstərim. Həm havanın rənginə, həm də ki ayın gözəlliyinə. Baxın, hələ çox gözəldir. Çox incədir həqiqətən. Havanın da bu rəngini o qədər sevirəm ki. Yəni buranın bir dənə gün batımı çox gözəldir də. Yəni ona görə buranı sevirəm. Deməli qızlar, supumu bişirdim. O hansı ki dondurmuşdum vloglarda. Bulluq süt hazırlamışdım. Bax ondandır. Belə bişdi. Canlıda olanlar bilir. Onlardan biri də hazırlamışıq. Bir də ki buradan belə qazan kotletimiz var. Onu da yenə həmçinin canlıda hazırlamışıq. Yəni evə biraz gec gəldiyim üçün dəfəki yeməkləri buzluqdan çıxardı belədim. Qızlar, deməli supumuz bişdi, yedik. Dadı yaxşı idi. Dadında heç fərq, dəyişiklik, qəribə bir dad yox idi. Sadəcə olaraq kubları azaltdığım üçün biraz duru alınmışdı, amma qatı olsaydı məncə daha yaxşı olardı. Yəni rahatlıqla eləyə bilərsiniz. Normal bişirdiyiniz mərci supu kimi olur. Qızlar, bu pomidorumuzu boşaltmaq istəyirəm buna. Belə soyuducuya qoyanda həmişə bu qablara boşaldıram. O birisini tam yeyib bitirə bilmədik. Təəssüf ki, biraz qalmışdı, xarab olub. Qızlar, videonu da burada artıq sonlandırıram. Allah tutduğunuz oruclarınızı, namazlarınızı, dualarınızı qəbul etsin inşallah. Başlayacağım artıq tez-tez vloglar atım. Ona görə kanala abunə olmağı unutmursunuz mütləq ki. Bu mənim üçün çox-çox önəmlidir qızlar. Artıq YouTube-da mən təsdiqlənmişkən daha da aktiv olacağım. Bu aktivliyimə də sizdən dəstəyinizi gözləyirəm. Videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmursunuz. Hələlik.